Qarabağla bağlı xüsusi diqqətimi çəkən Qurban Qurbanovun son dönəmlərdəki reaksiyalarıdır. Elvin Cəfərquliyevlə bağlı Bilbao'da bir reaksiyası oldu. Əsəbi, gərgin və Şamaxı ilə oyunda Bolta qarşı bir gərgin reaksiyası oldu ki, yəni oyunun içində olmaq lazımdır. Emosiyalarını açıq şəkildə ifadə etdi. Aqressiv olmaq, tempi qaldırmaq lazımdır. Nəinki belə sadə top itkilərinə yol vermək və oyundan sonra hakimləri qınadı. Rəqib futbolçuları qıradı. Sanki Qurban Qurbanov bir temp axtarışına çıxıb, sürət axtarışına çıxıb. Yalnız bu təsadüfdən deyil, zərurətdəndir. Qurban Qurbanov da fərqindədir ki, artıq Çempionlar Liqası kimi bir turnirdəsənsə, yerində dura, yerində saya bilmərsən, səviyyəni qaldırmalısan. Bu sürətlə oynamalı deyilsən. Mütləq səviyyəni qaldırmalısan. Düşünürəm ki, artıq Qurban Qurbanov üçün Qarabağı yeni dövrə, yeni eraya daşımağın bir başlanğıcındadır sanki. Bunun üçün vurnuxur, bunun üçün addımlar atır və bu açıq-aşkar görsənir. Təbii ki, çətindir, amma illərdir Qurban Qurbanov çətin olanı edir. Qurban Qurbanovun istəkləri başa düşüləndir. Təbii ki, o komandasının böyüməsini istəyir, amma reallıqlarla bu nə dərəcədə mümkündür? Ramiz, Azərbaycan reallığı, digər klubların səviyyəsi, hakimlərimizin səviyyəsi, yəni çətin görünmürmü? Biz də bu reallığımız var bizim pərdənin digər tərəfində. Çox düzgün qeyd edirsən. Əslində Qurban Qurbanov bu istəklə təkcə Qarabağı yox, həm də digər klublarımızı, məni qabaqladım burada, həqiqətən. Dedim, hər şeydən danışdı, heç olmasa bəlkə oradan girib məsələyə görüm onu da dedi axırda. Yəni, həqiqətən Qurban müəllim burada əlbəttə birinci növbədə öz komandasını düşünür. Öz komandasının formda qalmasını, ritmdə qalmasını istəyir ki, Azərbaycan çempionatında müəyyən ritm olsun ki, mən komandanı birdən-birə o səviyyəli turnirdə kökləmək üçün, yəni rəqibin qarşısına çıxanda futbolçularımı mən daha çox yükləməyim. Azərbaycan çempionatındakı sürət mənə artıq daha da rahat imkan versin ki, mən oyunlara hazırlaşım. Amma bunu reallaşdırmaq, bir də digər tərəf əlbəttə ki, Azərbaycan digər komandalarımız üçün də bu sürətin olması bizim komandalarımıza xeyirdir. Sən məcbur olursan ki, Qarabağ səviyyəsində oynamağı öyrəşəsən. Sürəti artırdıqca sən komandanın daha da fiziki cəhətdən güclənməsini belə deyək də ortaya çıxarırsan. Bu bir gündən, 5 gündən əmələ gələn məsələ deyil. Amma mən əminəm ki, bunu Qurban müəllim bir gün, 5 günü demir. Biz 2 il əvvələ də geçsək, yenə də belə bir mətbuat konfransı var ki, sürətlə oynamaq lazımdır, hakimlər imkan versinlər ki, mübarizə geçsin, dayandırmasın. 1-2 il əvvəl illərə bölsək, bəlkə də 2022-ci ilə deyibdir, bəlkə də 2020-ci ilə deyibdir, 19-cu ilə deyib ki, sürətlə oynamaq lazımdır. Burada mənasız pauzalara ehtiyac yoxdur. Bunlar oyunun tempini aşağı salır. Yəni, sən 2019-cu ildən, 2018-ci ildən o tempi, o üslubu tətbiq eləsəydin, indi Azərbaycan çempionatının sürəti, demirəm, indi İngiltərə, İspaniya bunlar özündə, Niderland çempionatında ona yaxın bir səviyyə və ya nə bilim deyək ki, Türkiyə çempionatının səviyyəsinə yaxın bir sürətə çata bilərdi. Yəni, ona görə mən düşünürəm ki, Qurban Qurbanovun tələbi sənin də qeyd etdiyin kimi təkcə öz komandasının epizodları baxımından demir. Yəni, Şamaxı ilə oyundakı itirilən 2 xalı Qarabağ qarşıdakı turlarda mütləq ki, bərpa eləyə bilər. Amma bu məsələlər, pauzalar, vaxtın çox uzanması məsələləri məncə haqlı iradlardır ki, onun tempini, gözəlliyini aşağı salır. Və bu nəziyyətini biz Avrokuboklarda görürük ki, digər klublarımız çəkir. Qarabağ Çempionlar Liqasında çəkirsə, digər klublarımız artıq təsnifat mərhələlərindən onun qoxusunu hiss edir. Azərbaycan çempionatında 3-cü yerə tursan, amma gedirsən qarşına çıxan rəqib elə bir sürətlə oynayır ki, sən deyirsən ki, bəs mən 3-cü yer tutmuşdum axı. Orada deyirlər ki, sənin oradakı 3-cü yerinin heç bir əhəmiyyəti yoxdur. Sənin çempionatındakı sürətlə 3-cü yeri tuta bilərsən. Gəl bu sürətli çempionatda oyna və ya bu sürətli çempionat təmsilçinin oyunda sənin real gücün ortaya çıxır. Ona görə də hansı tempə uyğunlaşırsansa, o tempə uyğun çıxıb birdən-birə nəyisə artıra bilməzsən ki, məsələn, biz hazırlaşıb hansısa turnirə gedirik, öz aləmimizdə deyirik ki, biz yaxşı oynayırıq. Amma gedirsən ki, orada elə komandalar var ki, onlar bizdən daha yaxşıdırlar və ya daha çox oynayırlar, daha çox məşq edirlər. Onların dərhal səviyyə fərqi, fiziki güc fərqi ortaya çıxır. Bu da eyni məsələdir.